Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət Mühəndisliğinə Qələbənin 251-ci bölümün bir ayrı kitabla əski tarixi neçə yüz il bundan qabaq əllə yazılmış bir türk kitabla başlayıram. Umarım ki, inşallah Allah ömür verirsə bir neçə kitabları beləsi tanıyaq. Dünənki kitab tarix haqqındaydı, amma mən fikirləşirəm ki, çox da tarix haqqında deyildi. Bəlkə tarixdə bir tədad adlım şəxsiyyətlərin haqqında idi. Amma tarix hesab olur. Yəni o cürsə çox xülasə bir tarix əlbəttə. Yəni hər adama görə bir neçə cümlədən fazlası yox idi. Görək ki, bugünkü kitab şansımıza hangisi çıxacaqdı? Tamam, dünənləri bu Türki Uyğuri ədiyyə falan bunu oxuya bilmədik. Türki Uyğur ləhcəsində idi. Əlyazma tarix bunu oxuduq. Lüğət-i şahidi görək ki, nə deməkdir? Lüğət-i şahidini burada bəllidir ki, Fransada yaharda saxlayırlar. Onun üçün Avropada da yazıblar 150 səhifəsi vardı və adını da yazıblar Lüğət-i şahidi. Həsən Fəthi Nişaburi də deyə, Nişapuri də deyə belə bir şey orada görürəm, amma şey deyil. Bu Fransada saxlanır qətən kitab, buralarını oxuya bilməyəcəyəm mütəəssifانه 517 miladidə, 1517 miladidə ehtimalən bu kitab yazılmışdı. Fəttahi Nişapuri ad oxunur. Yəhya Sibək. Bu nə deməkdir? Kim bu nə karədir? Bu da bəlli olmayacaq. Çünki Fransədir. Kitabın biraz zıqqılladaq. Əvvəl birinin bir görək ki, kitabın kağız vəziyyəti nə vəziyyətdədir. Gördüyümüz kimi bir kartondan ya müqəvvadan cildi var imiş. Şirazəsi parçadır və qıraqları da dağılıb da aradan gedibdir demək olar. İkinci səhifəsini görürük, burada türkcəsi yazılıbdır. 1459 yazılıb burada. Bunda görürük, tarix ehtimalən olacaqdır Türk. Bu tarixdə, yəni 1400, indi əgər bu 1459 olsa, indi də 2000-dir. 570 il hududən öncə yazılmış görünür, amma buna görə ki, onu dəqiq əldə çıxadaq, deyək ki, 2025-dir, yox, bundan çıxsaq 1457 oxuram mən onu. 568 il öncə bu kitab yazılmış görünür. 568 il öncə. Gedək o birisi səhifələrə baxaq, görək ki, kitab nə vəziyyətdə görünür. Kitabın bəllidir, qırağı biraz şey görürük. Burada yenə də bir Fransa yazısı ilə qarşı-qarşı 818 deyə bir tarix burada görsənir. Amma bunlar nədirlər? Aşağıda da yenə 1878 görsənir burada da. Bunlar hərəsi bir tarixdir. Bunları qeydərik, əvvəldə qeydəndə bu bölümləri də oxuyarıq. Görürük nədir? Bismillahirrahmanirrahim deyə başlayıb və kitabı mənim nəzərimə belə gəlir ki, hətta o çərçivəsi çəkiblər, o çərçivə əyridir. Amma hər halda bir çərçivə də çəkiblər bir xətt ilə və zahirən də önəmli məsələlər haqqında danışaq. Çünki Nasuto zadı burada görəndə Nasuto, Lahuto falan bunlar əgər olsa gedəcəkdir. Önəmli məsələləri danışaq. Kitab gördüyümüz kimi hər PDF səhifəsi bir səhifəni götürübdür. Onun üçün kitab 150 səhifə ola bilər. 150 səhifə olsa əvvəldə 1 səhifə, 2 səhifə, 3 səhifə, 4 səhifəsi əvvəldə boşdur. Bunlar da hesab olunur. Hətta burada da 1 səhifə var, 2 səhifə var, burada 7 səhifə.
Ehtimalən axırda da elə bu qədər olacaqdır. Bunları da gərək o nəzərdə alaq. Burada da 2 səhifə qırmızıdır rəngi kitabın. Qırmızıdır. Yazıların içində görürük ki, bəzi kəlmələri ya cümlələri qırmızı yazıblar və bəzi 3 nöqtə əvəz ya nöqtə əvəzinə ya virgül əvəzinə 3 nöqtə ya 3 virgüldən də faydalanıblar ki, kitab gözəl görsənsin və bəlli olsun. Bəzi kəlmələri burada görürük ki, üstünə, həm üstünə, yəni kəlmənin özünün üstünə elə bir qərələyiblər qırmızı ilə, həm də ki, başının üstünə xətt çəkiblər. Bu, ehtimal verirəm, bu ki, qırmızı ilə üstünü rəhləyiblər, bu istəyiblər deyərlər ki, bu mühümdür. Mühüm kəlmələrdir. Umarım ki, oraya yetişək və bunlardan biraz oxuyaq, görək ki, əcəba o mənadadır, yoxsa, məsələn, sonra bunu deyiblər ki, bu qələtdir, məsələn. Burada bir səhifəyə yetişmişik ki, bəzi görürəm, bəzi xətt kamilən əvəz oldu burada. Yəni, məsələn, buradan sonra gəlir, ya burada xətt əvəz olur, kamil burada əvəz oldu. Həm xətt özü əvəz oldu, həm də qələm əvəz oldu. Yəni, o cürsü görürəm mən. Dediyim kimi, bəzi kəlmələrin başının üstündə qırmızı xətt çəkiblər, sonra da onu qərə ilə yazıblar. Hətta qırmızıların da üstün bəzi yerdə qərə ilə, qərəm idatla yazıblar ki, aradan getməsin, ya qəşəng görsənsin, nə cür deyim, beləsi. Amma ərəbləri görürəm, istəyirəm onu deyəm, ərəb kəlmələri, ya cümlələri, ya indi ya Quran ayəsidir, ya hədisdir, ya ərəb zərbül məsəlidir, ya ərəb sözdür. Onların səslərini də qoyubdur hərflərin üstünə. Calibdir. Burada görürük ki, aşağıda bu səhifə 38-ci səhifədə PDF-də görürük ki, aşağıda bir dənə daha bir qıraq yazısı var. Zahirən xətt əvəz olmasa da, yəni bəlkə də xətt əvəz olmur. Mən istəmirəm gözlüğü vuram, çünki gözlüğü vuranda zahirən işıq düşür bura. Amma özüm də onda şey oluram, yəni narahat oluram. Kitabın gördüyünüz kimi salim qalıbdır. Orada burada səhifələrin qıraqları, böyürləri əzilibdir, çürüyübdür, amma kitab üst-üstə salim qalıbdır, yazısı salim qalıbdır. Əgər bu kitab 568 il bundan qabaq yazılmışsa, vaqəən çox gözəl qalıbdır. Burada bir səhifəyə yetişmiş 135-də bir elə bir qurtaran kimidir, qurtarır əslində elə bir qurtardı. Ondan sonra bu boş şeylərə geçirik. Bəli, qurtardı və boş səhifələrə geçirik. Kitabın zahirən oradakı dedim bura şeydir, ehtimalən o cildin ağzı belə gəlirmiş, o açığımış orada. Qırağı da o şirazəsinin təlisi də görsənir. Burada da kitabın özü görsənir ki, tikilən yerinə şirazəsinə baxırıq, görürük ki, kitab orada dəstə-dəstə. Burada da görürük, bu birisi əksər görürük ki, kamilən yeyilibdir, cırılıbdır və o gön gedibdir, təlis çıxıb eşiyor. Onu da görürük. Elə bu qədər 150-də qutardı və bir şey yoxdur, qeydirik indi. Birinci səhifədən görürük ki, bu kitab nə haqdadır, qonusu nədir və biz bunu nə danışacağıq, nə görəcəyik. Əgər bunun tarixini tapmasaq, məcburuq ki, tamam. İndi səhifəni biraz yekətdik, görək ki, şey olmasa, qeydib burada Fransa qismətindən bir köməkliklər alaraq əlbəttə, Google-lə köməkləşərək. Burada kitabın cildinin ehtimalən içindədir, ya üstündədir, bilmirəm. Bunun bir yazılar yazmışmışlar, sonra qərəliyiblər, bir mühasibələr vardı. Nə mənə mühasibəsidir, ruzi, nə mənə ilə filan, o bəlli olmur. Burada bir ikisinin düyandı tarix. Burada da bir tarix yazmışmışlar, onu da siliblər. Mütəəssifanə.
Dediyim kimi burada 1457 tarixi vurubdur. Üstdə də bir tarix yazmışım, sonra da qərərləyiblər. Gəlirik bura, görürük bu səhifədə nə yazıbdır? Kitab və kitabi lüğəti şahidi. Bunun adını deyir ki, lüğəti şahidi. Əlbəttə bunun iki adı var. Bir adın beləsi desəm, suyu töküblər kağızın üstünə, beləsi o qəst sürtüblər ki, kağızın orası cırılıbdır, soyulubdur, gedibdir. Amma kitabı belə bir şey oxunur, amma mən oxuyamıram. Və lüğəti şahidi, yəni lüğəti şahidi bunun adı deyil. Bəlkə əsli adı elə bu kitab-ı cəlali nəminə belə bir şeydir. Oldu ki, Huqi əsəl saya oxuya bilmirəm o xətt nəminədir. Sənə layiq midir ey xusruvi aləm şalım, bənə zülm eyləsən gögə çıqar əfğanım. Sənə layiq midir ey xusruvi ali şalım, bana zülm eyləysən göcə çıqa əfğanım. Əlbəttə burada o adam hər kəsdir, o kitabın adı. O adamın adının adı, iki nəfərin adıdır. Kitabı məsələn Həsən və Nəmənə. O rəhməhullah əleyhuma və əleyna əcməini də altında yazıbdır. Yəni kitab iki nəfərin adınadır, amma bunun düşmənlər ki, istəyirlər kitabı sansur eləyələr, adı belə sansur eləyirlər. Bu kitab sansurdan gedibdir. Yəni bəllidir, bu kitab bir sansur üzünə buradan gedibdir. Aşağıda bir dənə indi bu nədir? 818 yazılıbdır. Ola bilər bu İslami tarix olsun. Burada da yenə də bunu görürük. 1878 də burada yazılıbdır. Bura Fransa olduğu üçün bilmir. Burada da yenə bir şeylər yazmışmışlar. Sansurçular gəliblər. Elə o zamanında, o zamanında neçə 100 il bundan qabaq sansur var imiş. Müxalifin onun gəlib də oranın üstünə elə qərələyib ki, bu oxunmasın. Amma oxumaq olar. Yəni bunu bəzi adamlar oxuya bilər. İndi məsələn fi ərməyi nəhci sani, əlbəttə bu ərəbcə ehtimalən ola bilər, amma səneyi səb'ə və əb'inə hicrə. Burada tarix yazıb, amma əgər eləyə bilsəm fi qərriyi ehtimalən səb'ə sani ya ay adı olacaq. Fi qərriyi nəmini əs-sani. Mən ayları, ərəbcə ayları bilmirəm. Adam bilsə bunu bənzədər oxuyar. Səbə'i və əb'inə hicrə. Ərbə'inə hicrə. Yəni səbə'i və ərbə'inə hicrə. Burada oxumaq olar. Bunu yəni buradan tarixi çıxartmaq olar. Bu orada üstdəki aydır. Neçə dənə varımızda ərəb aylarını burada yazaq. Gətirsin. Ərəb aylarının adlarını yazar mısın? Görək ki, ərəb adlarının adını yazır. Məhərrəm, Səfər, Rəbiul əvvəl, Rəbiul sani. Bu Rəbiul sanidir. Fi qərriyi Rəbiul sani. Bu da və ərbəinə hicrə. Tis'a və ərbəinə hicrə. Görün, bundan əks salsam oxuya bilər. Burada da əlbəttə bir şey yazır. Tamam, bu Rəbi-i Sani. O Rəbi-i Sani olandan sonra onu oxuduq. Qalar burada. Və mən buna bir əks salım.
Tamam, əgər eləyə bilsəm bunu. Əgər bunu yekəldə bilsəm çox yaxşı olar. Okay. Tamam, indi bunu gətirək qoyaq burada. Görək bunu bizə oxuya bilir ya yox. متنی که در سخن میشه به خط نستعلیق شکسته فارسی فتوح ممالک سلطان Hüseyin Mirza. Yani piruzi hay. Bu özür bir şey yoktu. Özünden götürür bir şey yazır burada. Belki de bu qismət oxuyur, amma burada da bura oxunur. Yəni oxuya bilərəm. Oranı mən də biraz özümə zor versəm, belə bir şey yoxdur. Bu götürüb özündən bunu oxuyur. Yəni əslində etimad eləmək olmaz bu şeyə. Gedək bura. Mən تسعة وأربعين هجرة Məəsi yoxdur, ona qalıram. Şey necə ola bilər bu? Əfa ənhuma, burada yenə də əfa ənhumanı yazıbdır. Bu üstdə adamların adını yenə yazıbdır. Burada da əfa ənhumanı yazıbdır. Burada da bir şey yazmışmışlar. Əs-Seyyid 276 ehtimal verirəm ki, bu kitabxananın möhrünün altına vurduqları üçündür. Məlik el-Feyz el-Abdülfəqir Tealallah. Buradan oxunacaqdır. Aşağıdan Əs-Seyyid Hələbi Əs-Seyyid Lihamdullah Əs-Seyyid Hələbi Lihamdullah Əş-Şəhiri Ni'məti İstemləkəhu min feyzi Rabbihi el-Abdülfəqir və Tealallah. Burada bir şey yazıb, onu da oxuya bilmədim. Zahirən bunu yazanın adı Seyyid Hələbi ya Seyyid el-Muhammed Hələbi Hamdullah. Seyyid Hamdullah Hələbi Əş-Şəhir be Ni'məti. Beləsi bir ad. Ehtimal verirəm ki, kitabın yazarı da bu olacaqdır. Əs-Seyyid Hamdullah. Mən beləsi oxuram əlbəttə. Hələbi ya Çələbi olacaqdır ehtimalən. Əş-Şəhiri be Ni'məti. Mən beləsi oxudum. Ola bilər bu qələt olsun əlbəttə. Buna təəssübüm yoxdur. Çünki mən bu xəttləri oxuyamıram. Gedək kitabın özü görək ki, özü nə yazıbdır. Özü burada bir şeylər bizə deyir ya yox. Bismillahirrahmanirrahim. مطلع انوار کلام قدیم فاتحه نسخه توقیع دین خاتمه راه وللضالین علی علی من هو خیر الانام من غرق العدن علیه السلام. احتمالا غرف ola bilər. Min غرف العدن علیه السلام ورقی نگار کتاب انزل الیک
و قصه جزاری نحنو نقص علیک منشی جریده ام الکتاب و نقاشی صحیفه فصل الخطاب آفتاب الله نور السماوات و ماهتاب الحمدلله الذی جعل الظلمات نور مصباح اصباح مثل نور کمشکات قال مشکوت احتمالا مشکور olacaqdır. Məşkut yazıb əlbəttə, nöqtə qoyubdur. Pəs elhamdülillahi ləzi cəalə zulümətə ondan sonra nurun misbahin əsbah misli nuri kəmüşkatin qalə məşkut və iz qalə Rabbukə lil mələikəti inni cailun fil ərzi xəlifə oldم که سلطان عقل لاهوت ارزی بدونی nasut üstə də gəlib bu nasutu diyor düzəldibdi. O nasut ki burada qələt imiş. Əlbəttə ehtimal vardı ki bunu hər halda nasut xəlifeyi یزدانی قلوب شهریار دل انسانی شهرستان طبیعت حیوانده صاحب وظیفه ربانی قıldı. Məsnəvi göz açıb kaf nunidən eyni aləm zabansız nütfiye nutqa gəldi. Mim Adəm. Adamın adam sözünün mimi ki var axirdə onu deyir. Bu gərək biraz diqqət olunma bu cür sözləri oxunanda, adamın biraz öncədən bunlara məlumatı olmasa oxuyanda zora düşür. Sahibi vəzifi Rəbbani qıldı. Məsnəvi göz açıb kaf və nun, həman ki Quranda deyir kun və yekun, o kun. Kaf və nun eyni aləm. Nun özü aləmin gözüdür. Kaf nun eyni aləm zabansız nütqə gəlib. Yəni o ikisi Allah'ın dili yoktu. Eyni alem indi Allah'ı deyir. Eyni alem yani iki mənası var burada. Yəni eyni elə bir aləmin gözü ya da aləmin özü. Çünki biz Türk şeyində gördük ki hər şey Allah'ın özüdür. Biz də bu çıraq da hər şey Allah'ın özüdür. Ona görə eyni aləm də demək olar. Deyir ki zəbansız. Yəni buna ki Allah bir dil ilə demir. Məsələn bizim dilimiz var deyirik kun fəyəkun. Amma Allah'da deyir bu dil yoxdur. Ona görə deyir zəbansız nütqə gəldi. Mim Adəm. Adəmin o mim ki vardı. Mim Adəm. O mim deyir ki nütqə gəldi özü. Nəsim feyzi haqqı İsa dəm oldu. Nəsim feyzi haqqı İsa dəm oldu. İsa mötəqidlər Həzrəti İsa belə bir möcüzəsi var idi ki nəfəsi diri dil görürlər. Ona görə bunu deyir ki Nəsimi feyz haqqı İsa dəm oldu. Dəmindən qarə topraq Adəm oldu. Calibdir, bunlar şək yox. Yox, çünki hərəsinin arasında bir şey qoyubdur. Qoy, mən bu cür soxuyum, görüm nəcür olur. Məsnəvi göz açıb kaf nun eyni aləm zəbansız nütqə gəldi mimə Adəm. Nəsim feyz haqqı İsa dəm oldu. Dəmindən qarə topraq Adəm oldu. Adəm oldu. Bulunməz xaç Adəm dinmə çanda. Bulunməz xaç Adəm dinmə çanda. Onun üçün yoxdur Adəm cahanda. Dəriqa qani ol dövləti Humasi hayatı ay gibi yoktur gerası. Hayatı ay gibi yoktur gerası. Məgər taətdə ol sərçeşmə. Məgər
ol sərçeşmeyi can. Biz geçmiştür çün ab heyvan. Can gerek geçmiştir çün ab heyvan. Burada bir şey yazıbdır. Əgər oxuyamsam nəsr ehtimalən olacaqdır. Bəs bu çövkəbə-i şahi və dəbdəbə-i کوسی شهنشاهیدن جوش فلکه غلغله و بش ملکه و ولوله بش ملکه و ولوله و سماک تسمینه زلزله جامع از بر سیماده و مسجد انوار اکساده خطیب منبر عرش و سجاده نشین محراب فرش امام کعبه گرستن و همام مدینه کاشانه اینسدن امام کعبه قدسدن و همام مدینه کاشانه اینسدن خطبه و از قلنا للملائکة اسجدوا لآدم فسجدوا الا زمزمسیندن خطی صومعه عالم و زاویه کعبه زمزم و متکوف کافه امم و عامه ارباب همم لسان غیبیدن و زبان لاریبیدن تنزیب بیندا و تکلمی بی صوت و صدا ایله بی نقطه و بی حروف و بی جزم و بی وقوف بی خطبه عید و موعظه و موعظه بیر وعد و وعید املا و انشاء اتیکم ایمه ملائک ملک ایمه ملک و جماعت جامع نه فلک اول قبله دل و جانه قبله دل و جانه و محراب زمین و آسمانه صف و طرف قیام و قعود و رکوع و سجود ادب راکعون و ساجدون فسجد الملائکه كلهم اجمعون. مثنوی qılınıb məscid-i fələkdə namazi sidri açdı, duaya dəst niyaz doğruluq üzrə çün qiyam etdi, anda Cəbrail haqq əmam etdi, kəsr idi çün rükû kəc idi, ehtimalən kəc olsun, kəc idi çün rükû şeytanın cümle sahv oldu. Şeytanın cümle sahv oldu. Secdesi anın. Lacerem ol senem-i صومعه vücud ve adam ve kıble taban hudus و قدم کعبه ارواحیدن دیر اشباح جلب مهمان خانه نقش نگار جهانه و بتخانه کون مکان صورت ارژنگ و فرخار oldu. نظم زهی عطا و ناله زهی جلال و شرف زهی کماله و جمال جل جلال مقدس سیرو صبورت و مسیح ملکوت. burada bir cəbərut olacaqdır. Müqəddəs cəbərut və Məsih mələkut yəsbəhunə ləhu bilğəduvvi vəl-asal xüsusən ol mükəmmili çişmi mazağəl bəsər və münəvviri tələt iqtərəbət saətü və şəqqəl qəmər ki eyni
علوی هماس همت می نرجسی زار حرم نرجس زار حرم ناسوته التفات نظر قلمدی و نظر عفو اسمتی. Bazı kəlmələri vaqəən oxumaq zor olur. Ehtimalən abhari gülzar mələkuti eynine aldı. Almadı, özür istəyirəm. Eynine almadı. Beyt. Hər Nərcislər nə də sərməyi mazaq görməyən. Nərcis ehtimalən yerində sürməyi mazaq görməyən, göclü gözündə yoxdur onun köhlü roşana. Ehtimalən bu şeiri mən oxuya bilmədim. Nəsr. آیات معجزات آثار و بینات اعجاز شعار ایله به وادی تدایه بلاغته. Ehtimalən bu tədayih nə deməkdir bilmədim. Ona görə qaldım burada. Tədayih bəlağətdə əş-şe'ru ayta'hum el-gavun. Bu ayədir, amma nə cürdür? Ya əş-şüəra yəttəbə'hum. Əş-şüəra yəttəbə'hum el-gavun və وداده زایی فصاحته بلغای زوفنون فی کل واد یهیمون نظم. لوحه محدثانه خطه قدم یاز بی ابجدی و جوهر عدم. Tifli gibi məktəb huzurunda qodi loh üzrə bir muğni qələm Əl-Ərəbidir ehtimalən. Və la'umri ən yəğni bişəbabihi qəmzi və ya leytə şi'ri ən əzəkkürə şi'ri və leysə bi şi'run və qoli şi'ri və nəsəlli ələ mən əstəfə xeyrul vəra. Hər nə mənə bu ərəbcədir. Nəzərimə gəldi, ərəbcəsini türkçədən yaxşı oxudum. Və əsra bi abdihi leylən minəl məscidil hərami ilə məscidil əqsa linuriyahu min ayatina el-kubra fəuha ilə abdina ehtimalən. Uhiyə və ma bil ufuqil a'la. Yenə də orada bir kəlmə yazıb ki, və ni buranı oxuya bilmədim. O ədnasını da oxudum, qalanını oxuya bilmədim. Və ələ alihi və əshabihi və xeyri əhbabihi və ənsabihi əleyhim əfzəli salati və əkməlha və əkməli təhiyyati və əfzəlha ma tələə illa və bələğ zalə fərdun və kullu كأنه olabilir منسوبا إليهم سلام الله مجموعا علیهم نصر. Səbəb təsvid name fəraq. İndi görək ki, bu nə mənədir? Ehtimalən inşallah gəldi yetişə ora ki, kitabdan biraz söz eləyəm. Səbəb təsvid name fəraq. Bunun name fəraq adını deyir burada. Və mənşəi inşai rüq'i iştiyaq oldur ki, bu name fürqətin vərəq nicari və hingami həsrətin qısse güzari dəftər mehnət kimi pərişan, ovraq və divan məhəbbət kimi bir dərd و iştiyaq. Beyt.
belalu dillerin dudi siyahi, belalu dillerin dudi siyahi farag üdüne yanmış yeni ahi. Nəsr. O zaman ki xəlvət güzini کوهی üzlət və viranenişin dəşti qürbət olub tar عنکبوت nisyanından غار hicranə bir də dar و bir huma tələət havasilə sani isneyn iza huma fil far idim. Hər halda bu adam istəyir deyə ki, kitabın nəzərimə əvvəldə burada gəldi ki, mənşə inşa ruqi aştiyan oldur ki, belə bir şey dedi, görək ki, nə olacaq axırda. Nəzm. Cahandan yüz çevirib namə kimi dilim kəsmişdüm andan xamə kimi. Bütün dünyada bir yarım yox idi, əgərçə anda ixtiyarım çox idi. Qızıl qan ilə göz yaşın azardım, qəra yazlı divanım yazardım. Yazılı həman. Qəra yazılı divanım yazardım. Cahan xusrulərinə şəhd و şəkər ریز olub na hikayət şirin پرویز و جاه روایت گلگون و شبدیز جاه تیشه خامه ایله کوهکنی کله آغاز و گاه بیستون غمده ناله فرهاد دمساز و هم آواز idim. Beyt. Dil Fərhad gibi dud ahi məlamət کوهنün ابر siyahi fürqətdə çətr şahi و xeymə şahənşahimi olub və müddəti mədid və əmd bəid ol mətlubi zamanın xüsusində və mərğub cəhanın vüsulində ağ kağəz üzrə namə siyahimi təhrir və səfhə səbatımə cəridə kitabım ehtimalən kitabım təsdir edib. Axır sağ məsaq kəlami خلخال اختتام انجام و گریبان ابتدادن دامان انتهای تمام المدین و بو مطلع دیوان راز شاه بیت نیازدن مقتع و مخلص بولمدین خیاطه دست قدرت سندس خزردن bir سرور سمین سانون خلعتی والاسی و مشاطه ید حکمتون استبری همرادن bir gül رعنانون اطلس زیباسی مترسددür قامتون تراز عالم آراسته. Gəldik bu bir səfiyyə görək ki, burada bir kəlmə yazıb əvvəldə ki, bilmirəm, bilməz ro müyəssər qədd qiyamının اندازه بالاسنه برابر و سوزن قلبim ilə آراسته olmaq لغی ورشته رقم ilə پیراسته qılmaq لغی دهان یاردن bir هاتفی غیبی و زبان دلداردن bir کشتی لاریب سر جاندن آواز و رموز نهاندن
aha غیبی و زبان دل داردن bir کشف لاری و سر زاندن آواز و رموز نهاندن کشف راز اولدوخته آغاز داستان و دوستان آغاز داستان دوستان Hara geldi? Mən baş tapmadım. Kitabın adı nədir? Nə oldu? Əslən baş tapmadım onu. ورقنگار انزلی علی عبد الکتاب ورقنگاری انزلی علی ورقنگار انزل علی عبد الکتاب و قصه گزار قصتهم عبرت اولو الالباب قصتهم عبرة لأولي الأرباب زشتی جریدی علم بالقلم من زشیء جریدی احتمالا به دست خونازخته زشیء جریدی علم بالقلم علم olacaq bu da علم بالقلم و نقاش خریطه علم الانسان ما لم يعلم علم الانسان ما لم يعلم لسان مجاز و زبان نغمی الغازیله علمای عملینی علمای olmadı. Gözlüğümüzü vuraq bəlkə biraz görə bilək. Biraz da bu işıqları biraz öz eləyə. Bəlkə eləyə bilək. نغمه الغازی علماء علمینی و فصحای کلمینی جام جهاننمای مازیده صورت حال استقبالden bir vəçlə kəşf misal və ərzə cilve-i cemal etmişlərdir ki zaman hükemay Yunani'den ve دوران قدمای سوریانیدن اسکندر سطوت و افلاطون حکمت عقل نام bir فیلگوس جهان عقل نام bir فیلگوس جهان و فیلسوفی صاحبگران زمان واریdi. Filgus özü bir lüğətdir ha. Aqli nami bir filgus cihan ve filsuf ayrı yazılır buna. File ve suf ayrı yazılıbdır. Ve filsufi sahibgiran zaman var idi. Kim قلعه بدنده حکم جان gibi ساری و حصار تنده امر گان gibi جاری بهار معرفتن باغ جنان تحت حل انهار و بیبار معدلتن بوستان جهان فانظر الى آثار میدان سیاسته اصحاب فیل سنگسار نر مبهمی اجارتی من سجیل احتمالا bu hicarət olacaqdı amma bi hicarətin min sicil beləsi oxunacaqdı. نر مبحمه به حجارت من سجیل حامی ما فی السنت و الغرض و محامی آنا انا جعلناک خلیفة فی الارض بالطول و الى الارض بالقطع و الارض نظم جهان قلمغ جهان قلمغ جانın ana təslim bədii zu leşker olmuş 7 iklim 7 saf leşker olmuş 7 iklim
Fəbusunda Yemen olacaqdı bu. Yəni bəzi yerlərin əsl başda mülazimdir. Şəb و روز bulur bir kərə نونبی یلده نوروز. ehtimala نوشب یلده نوروز onun vəslinə qurban etməyə can gələr bir bulənd bir kəz eydi qurban. Gələz bir bəldə bir kəz eydi qurban. Bir yılda ehtimal olacaq. Gələr bir yılda bir kəz eydi qurban nəsr. نقاش کائنات و رنج آمیز معادن و نبات Həyulay, üstdə də bir yerdə həyulu olacaqdı. Mən bunu başarmadım oxuyam. İndi burada Həyulay aləmi təhrir və suvar nəbi bəni Adəm təsvir etdikdə rəqəm xami təqdir və qələmnami təsərrüf və təğyir tədbiri anun زبانه تعلیم و تفهیم و بنجه آرایی تنه تفویض و تسلیم توقی و کأنه حقا علینا نصر المؤمنین و منشورا و کذالک نجزی المحسنین. صفحه ceybinde kün gibi Safiye ceybinde cebininde Safiye cebininde gün gibi tali ve lohi ruhsar simininde بدر صفت لامه افعال بدع و خزع و اقوال مخترعی و بتدع خلقی جهاندن مرفوع و اهل زماندن مدفوع ایدی. نظم هوای kimse uyumayadi مگرنی دلو gönlü لبخ etmezdi megermi. Başı oxuya bilmədim nədir. Gözlər və şərəbbəzdi hərəmdən dişərə baxmazdı. Gözlər dişərə baxmazdı hərəmdən. Baş hərəm hesab olur. Çox gözəl. Məgər سرویسهی باغ ارمدن çünkü göğe ağmazdı bir məzlumun ahi. Göğe axmazdı, o yerdən göğe axmaq deyir. Göğe ağmazdı bir məzlumun ahi, məgər aşıq gərək dudi siyahi. فرزند طلبیدن عقل تاجدار از خداوندی نقل yazıbdı, amma mən bu nəqli baş tapa bilmirəm. Düzün axtarsa çox mənim savadım yetişmədi. Beləsi desəm daha yaxşıdır. Əgərçi kim kitaba orada bir işarə eləmişdi, amma فرزند طلبیدن عقل تاجدار از خداوند کامکار. Əgər ki kim hökmünə hər diyar məhkum və şəm'i cəminə pərvanə sifət روزگار موم idi. Amma mum gibi oğlu baba ləzzətindən məhrum idi. Beyt oğul balindən əbru zar و məhrum yanurdi xəlvətində nitekim mum. Nəsr بحر uruz gibi ni ab ve sedef gibi ney dürrü xoşab idi. Pes بحر uruz gibi ney ab و sedef gibi ney dürrü xoşab idi. Nəzm kəlamində yox idi dürrü şəhvar, yetimi idi bir derek sedefvar, bir derin sedefvar. Qəra toprağa göz yaşın qarardı.
Tamam, ben dedim bu adamın bir adını desin, falanın desin, heç zat demedi. Biraz bunun xətti dedim bəlkə qələmi çox şeydir. Gedim 50-ci səhifəyə. Kitab çox qədimi görsənir. Yəni yazısı, formatı baş tapmıram, yəni əslində bunun dilindən də biraz, yəni dilindən baş tapmıram. Ha, bəzi kəlmələri oxuya bilmirəm çünki kəlmələr elə bir qələm məsələn götürübdü, təzaşdan başlayıb bəlli deyil ki, bunlar bir-birinə yapışıblar, yapışmayıblar. Və o qət vəsətdə şeir gətirir, o qət nə bilim nəsr yazır, o qət ayədən, hədisdən gətirir ki, əsl söz yaddan çıxır. Mən də onu görüş bilmədim ki, bu nə oldu. Gedək 50-ci səhifədə görək ki, burada bir şey. Fərəh fəllah ol Rizvan باغ نعیمه ارسال بیام etti پیام etti kim ol خلد برین و روزی بهشتی این سندس خطرلری ل تزیین و استبرق زیبالری ل رشک هورالعین ادب مفتوح الباب و مفتوح و مفتحت لهم الابواب ال روزی دلارایی نظر ایل ایانا جرلر و ریاض و کشار زمانا نظر ارلر نسیمی مجمر گردان داخی مشک انبرافشان olup گریبان گلزارده و دامان کهسارده بوی مشک تاتار و بخور و عود و گمار لاله نسرینiden نطع dilkeşler ve kızıl altın benlü mentefeşler üzere etmelen münəqqəşlər altın bənlü bəngilü də oxuna bilər. Bənlü altın bəngilü münəqqəşlər üzrə şaq muzunə və nəzər zufununə rəhnumun olub. Salamun aleyküm idxulul cənnətə bəma kuntum tə'ləmun dedi. Nəzər daxi ol daril qarar نعمتدار دیوب دولتی ilə dəxli və səadət əbədiyyə vasıl oldu. Bir səhn gülzar və ruzi behişt asar gördü. Kim ruzi əşcari xuşeyi innəma rayil təqd و nəmənə. Tamam, oxuya bilmədim. Dedim biraz çox kitab oxuna bilər. Əvvəl bunu deyim ki, kitab çox oxuna bilər, bir yazı ilə yazılıbdır, amma bunun ehtiyacı var 5-10 səfə adam oxuya, bunun əl yazması ilə tanış ola. Çünki bəzi kəlmələrdə vaqəən adam, mən özüm yerə adam deyəndə mən baş tapmıram ki, bu kəlmənin davamıdır, ya bu kəlmə öz qabaqçındandır. Bunlar bir-birinə yapışacaqlar, yapışmayacaqlar, re oxunacaq, dal oxunacaq, he oxunacaq. Hələ baxıram ki, görürüm hangisini görürəm, bunları mən görmürəm. Yəni ona görə bunu biraz oxumaq lazımdır ki, yavaş-yavaş bundan tanış olsun. Gedək 100-cü səhifədən də biraz oxuyaq, görək ki, nələr var. 100. Üstdən bir şey hardan gələr? Ey nəzərsən həkimi kimyager و کلیمی sən kim ədviye-i zər diyu bana bu nəxlistandan zati
Nəxlistanədə nə otlər buldurdun və laf gezaf ilə ərzün genzinələrin bana səndür bana Sekəndər sefət buldurun axır ol bustanın lalə xədləri yanında bəni sirəx ru edib. İndi gör, məsələn bu nə mənə oxunur? Bu sin, ye, re, bu x da buna gəlir, amma sirəx ru edib. şیرابی دارو şirabedar və qandurdun. Şirabedar nə demək olar? Şirabə daru qandurdun və məclisdə səbuy kimi alim alıb dəşərə attırdın. Dişərə attırdın, yəni eşiyə attırdın. Deyib, məgər kim rəqibi bir xəşmün surax çeşm adlı suyini su qılmış bir gör füyusi var idi. Bu nə deməkdir? Bir körfüyüsü var idi ki əjdəhayı cəhənnəm kimi ağzını açmış və duzəx fırqət mübtəlalərinin üstünə əmlərmən, bu oxuya bilmirəm bu kəlməni. Məsələn, bu kəlmə onlardandır ki, bilmirəm bu re-di, əlif-di, mim, lam, mim, re belə görünür, amma əcəba belə bir şeydir, yoxsa məsələn, əhmərin, üstünə əmərin. Əlbəttə, adam oxusa dedim də, o cümlədə kəlmələr bəzən ehtiyacı yoxdur adam oxuya. Çünki məna, o cümlənin məna içində o kəlmə özün tapar. Amma gərək nağılı əvvəldən axıra oxuyasan ki, nağılı biləsən. Yəni, o hekayəni, bu nağıl dediyimiz, yəni, hər bir neçə cümlə bir hekayədir. O hekayəni gərək biləsən. Hətta 2-2-4 bir hekayədir. Bunu gərək adam bilə. Gedək görək ki, kitabın sonunda əcəba bir şey yazıbdır ki, biz eləyə bilək bu kitabdan bir şey alaq və axirləri şeirdir. Görək ki, buradan bu yüzdə bir şey vardır. Zikri bəhri müvakibi xəlqətmiş adı. Görür gün gibi binmiş şəmşir bir mah, bürünmüş nuridən göklərdə xərgah, sübhi cunanın urmuş göydə ayə, gözəllik zühuribin azərmiş havaya, ağdırmış havaya. Məsələn, bu kəlmə nə mən oxunur? Qəşnimi yabilə sidtəmalə cani, seyd etmagə cani, qəşnim yabilə seyd etmagə cani, götürmüş 2 ənbərdən kəmani, du qızqat xəbər olmuş taq eyvan yox.
Yok müteessifane. Hasen'in ya Hüsnün rıhşi felek reftari haricül merkez gibi seyr ederken rucu ve nigarzin gemeri ruh bir yüzden dahi tulu edip zemir münirine ol بدر تمام و جاه کیوان و بهرام جلدی ayıttı. Ahir bu mah şefak boş ve bu hilali hak halge be guş güncebdür. İhtimalen acebdür. Acebdür benim şahım ve ol güneş yüzlü ve ol güneş yüzlü mahum değilse libasından hele bir şahinem senezer benzer. Şahine benzer. Şafaklar gedükünden maha benzer. Əcəbdür kim benim şahım değilse felek misrindəği mabin değilse mahim değilse ihtimalen bu da mahim olacaktı. Şimdi mesela bu mahimi burada örgəşdik. Orada bir neçə yerdə bu himi ayrı bir şey okuyurdum ya okuyabilmirdim. Şimdi burada o şiir geldi bu ne? Benim şahin bakışlamdır bu şahbaz. Benim şahin bakışlamdır bu şahbaz. Şikar ürende qılmış bunda pervaz. Mebada fوت فرصت بهاری قلا bu dağ hasret lalezari قلا bu dağ hasret lalezari روانی رخشندن اندی yad gibi روان رخشندن اندی yad gibi zemine sayi şimşad gibi alak قدیمی سیمین دال قلدی الف قدیمی سیمین دال قلدی o sürük yayine halkal qıldı. Bu sürük ne demektir? Üsürük yayine halkal qıldı. Zemin üstünde çarxı örüp felek var. Zemin üstünde çarx örüp felek var. Ha bu çarxı da əvvəldə təşxis vermişdim ki, çıları c yazır. Amma təəssüflə oxuyanda diqqət eləməmişdim. İndi yenə burada yadıma düşdü ki, bu çıları da c yazır. Ona görə bəzi şeyləri gərək fərqli oxuyaq. Zemin üstündə çarx örüp felek var. Səmaya girdi iki mah ruxsar. Sənuber gibi açıp niyaza ayaq üstünde durdular namaza təcəlliden du aləm gəldi vəcdə təcəlliden du aləm gəldi vəcdə iki but bir-birinə qıldı səcdə. Bu şeir çox tanışıqdır. Bilmirəm sizlərə də tanışıqdır yox, amma bu şeir mənə çox tanışıqdır. Bunu bir yerdə oxumuşuq, kitabların birində. Təcəllidən du aləm gəldi vəcdə, iki but bir-birinə qıldı səcdə, zehi vəhdət ki anlar vahid oldu, ki həm məscud olub, həm sacid oldu, Tealəllah zehi nuri muzahhar, nə xoş məscud olur, Allahu Ekber. Ağaclar durdular saf qiyamə ki yani biz dahi uyduq imamə təşəhhüd varıb dağlar xuşuə təşəhhüd varıb dağlar xuşuə sucud etdi bir göglülər rükuə Çu qıldılar rükûi yo qiyami, çu qıldılar rükûi yo qiyami, bir-birinə qıldılar salami. Salam olsun bunun nəsmazə.
Nəsmaz deyil, namaz deyilə. Salam olsun bunun bu tək salam olsun bu tək namaza ki Cəbrəil onda əl açmış niyaza aşım yazılıbdır. Əl açmış niyaza iki naz əhli ərz edib niyazı biri birinə qıldılar niyazı su xəşm edib duayı sənayı edərlər bir-birinə metr hubayini belə bir şey yazıb burada. İndi burası oxuya bilmədim. Su xətm edib duayı sinayı edərlər bir-birinə hər habayı ürüb Kəbə kimi yüz hər yekadan bu ayənin burasıdır. Yəni yekadun vardı o ayə, ona işarə olur. Ürüb Kəbə gibi yüz əmri yekadan tavaf eylədi bir yan səfadan bir-birin tavaf eylərdi bir-birin səfadan nəzər etdikdə şahi gördü ləşkər nəzər etdikdə şahini gördü ləşkər bir ikən iki şah olmuş bərabər bəs ondan yekər mabi mehr rخشان پس آندن یک سر ماهی و مهر رخشان رکابون öptü ol şahın qəmərvar ki xosrowlər qabıqda təbəzzün olsun ki xosrowlər qəbuldə təndün olsun bəndən olsun ki xosrowlər qəbuldə bəndən olsun. Burada nöqtə izafidir 2 dənə. Cahan xəstələri əfkəndən olsun. Həmişə bədr hüsnün gibi ey mah həmişə bədr hüsnün gibi ey mah səni gündən günə var etsin Allah cəmalın özün altın gibi şahım cəmalın üzün altın gibi şahım günün gündən yek olsun tən padişahım gül tər gibi mil edib qəbaya gül tər gibi mil edib qəbaya nə yellər əsdi gəldün bu araya günəş yüzlüm əgər etməz sən arz günəş yüzlüm əgər etməz səniz ar müşərrəf eylə göz bir gücüllək var müşərrəf eylə göz bir gönüllülük var qədəm rəncidə qılsan nolə şahım qədəm rəncidə qılsan nolə şahım sınar gedər bəndə xanə padişahım sınar gedər bəndə xanə padişahım ya da sınır gedər bəndə xanə padişahım çərağı meh ki mehrün yərəddidir çırağı meh ki mehrün yərəddidir gecələr tekkəsidir gecələr tekkəsi dərviş adidir ana kim insu cin olmaşdı olmuşdu məmur ona mesela indi burada yavaş biraz ki oxudum mesela indi burada mən cümlədə adam eləyə bilir anlasın ki kitab nədir yazını təşxis verə bilirəm ki nə cürüsü doğru olacaqdır ana kim insu cin olmuşdu məmur nədimi hüdhüd idi
همدمی مور. تمام شد کتاب حسن دل در تاریخ. Kitabın adı Hüsnü Dil'dir. Yazaq kitabın adı Kitab Hüsnü Dil. Tamam şu Kitab-ı Hüsnü Dil der tarihi sene Alif Ərəbcəsi yoxdur deyilmiş. Tarixi sene Alif ve Sitte Alif ve Sitte در شب دوم خمسی ماه ربیع الاول Calibdir. Bax kitab o zaman çox gözəl. Bu bəs 1006-da qutarıbdı kitab. 1006-da. Hicri qəməri. Özdə در شب دوم خمس ماهی ربیع الاول. Mesela mahi indi burada ki görürəm, hər yerdə mən bunu ayrı cür görürdüm. İndi burada mahi görəndə yəni mah istəyib deyə mahi. Onu bir dana H kimi yazıb altında bir dana virgül kimi qoyubdu, biraz əyilib R kimi, sonra bir dana mim kimi, sonra bir dana Y kimi. Bunların hamısı mahidir. Yəni adam gəlib xətt ilə tanış ola. İstəyirəm bunu deyəm. Kitap tamam şud Kitab-ı Hüsnü Dil der tarihi sene Alif ve Sitte der şebi duvumi xamsi mahi Rabiul Evvel. Rabiul Evvel ayının 5-ci günündə gecə çağı. Der şebi duvumi ehtimalen 2-ci cuma axşamısı. Der şebi duvumi xamsi mahi. Yox, elə ikinci gecəsi. Yəni bu ayın ikinci gecəsi cuma axşamıymış özdə. Aqila bir mən bər mən məkun naz و etab. Aqila bər mən məkun naz و etab. چون خطاسی روده باشد در کتاب. چون خطا حالا مثلا رفته باشدی indi burada rute görürdüm. Ama indi gördüm ki bu olmaz. Yəni Çün xətai. İndi üstə o mahiyə baxanda bu da xətai olacaqdı. Adam buradan bilir. Çün xətai rəfdə başəd در kitab. An xətایی rəfdə را تصحیح کن از کرم والله اعلم بالصواب. هر که خواند دعا طمع دارم از آنچه بنده امیدوارم. İndi burada çox yazım. Hər rə İnşallah buranı o hər kəsiymiş düşməni bu adamın. İnşallah o düşmənin ağlı gətirməyib buranı silə xarabliyə. Hər görün bunu biraz çevirsək oxuya bilərik. Əl-Əddai İbrahim İbrahim Nəmənə. Buradan yazan İbrahim'dir. Harrerel el-Addai İbrahim ibni orası silinibdir. Mütəəssifənə oranı siliblər. İbrahim ibni fi şəhri Rəbiul Əvvəl səniyyə əlif və sittə ثلاث عشر في ربع الأول ليلة 5 و فعل مراغه و فعل مراغه در وقت عشا فراغه مراغه deyir və bu da fərağıhi. Yəni burada indi bu ehtimalən nüsxəni yazanla adamı yazan adı bir şeydir. Kitabın adı Hüsnü Dil. 1006'da yazılıbdı. 2 yerdə bunu işarə elədi. Burada da gətirdi. Harrərə əl-Əddai İbrahimi İbni Nəmənə Nəmənəsi silinibdi. Yazar, burada yazar. İbrahim İbni qalır orası gedir. Fi şəhri
Rəbiül əvvəl, burada yazdı Rəbiül əvvəl. Üstdəkini əlbəttə yazmadım, görəm o neçədə demişdi. O demişdi در شب elə o da Mahi Rəbiül əvvəl. O da üstdə də yazıb Rəbiül əvvəl, burada da. Fi şəhri Rəbiül əvvəl, Rəbiül əvvəl ayında səniyyə əlif və sitt 1006 səlasə əşərə. Aha. Əlifə səniyyə əlifə və sittə səlasə əşərə fi Rəbiül əvvəl. Yox, elə bir səlasə əşərə fi Rəbiül əvvəl, yəni 13 Rəbiül əvvəl. Leyla نمني ليلات 5 و فعل فراغه در وقت عشا. Acaba bu ne? Adam çox diqqətlə bunun adını silməyə çalışıbdı. Əl-Əhqər Muhammed İbn Hüseyn. Tamam, gəldi. Əl-Əhqər Muhammed İbn Hüseyn. Bu kimdir? Hər kim bu kitabı okur isə lütfündən mərcudur. Bu əbdi fəqirün ruhi üçün və valideyninin üçün bir qədcə bir Fatihə ehsan yürüyə haqqı subhanə və Teala ol kimsəyi iki cəhanda bir murad ilə bərmurad eyliyə. Amin. Əl-Əhqər Məhəmməd İbn Hüseyn. Bu da yazardı. Ehtimalən bu da o adamdır ki, əlbəttə bu xəttə, üstdəki xəttə bənzir. Amma bu da Muhammed İbn Hüseyn. Bu da məncə nüsxəçidir. Bu da nüsxəçidir nəzərimə. Bu adam bizdən bir Fatihə istəyibdi. Tamam kitabları, bu kitabları bizə yazıb, yadigar qoyanlarını, bizə irs saxlayanlar. Baxın, əgər pul olsaydı oğlu, bu yemişdilər, getmişdi. Amma bizə kitab qoyublar və bu kitab bizə bu günlərə hamımızın irsi gəlib bizə. Bunların ruhuna, bu kitabları yazanların, özəlliklə bu kitabı yazanın ruhuna bir sələvat və bir Fatihə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Bismillahirrahmanirrahim. Allah Teala rəhmət eləsin. Allah ruhlarını şad eləsin ki, bu gözəllikdə bizə miras qoyublar. Bunların mirasları çox-çox önəmlidir. 1 saat 18 dəqiqədə bu kitabı oxumağa çalışmışıq, amma mənim nəzərimdən bu kitabı daha yaxşı oxumaq olar. Xüsusən bu şeir axirdə bir yerdə bu şeiri oxumuşdum. Bəlkə də bu kitabı oxumuşdum, bilmirəm. Bu şeir mənə çox tanış gəldi. Əlbəttə bunun bir ayrı yerdə mənə tanış gəldi, amma tamam, bu da gözəl bir şey oldu. Bu ehtimalən, bu tarix ki burada görürük, bu tarix hicrətdən neçə il geçir onu yazıbdır. Səb'a və ərbəin. Yəni kitabdan oradan oxuduq. Hər halda bu kitabı gördük. Bir ayrı kitab da vardı. Ona da bir baş vuraq. Bir ayrı kitabı da bir baş vuraq. Heç olmasa görək ki, downloadda gəlmişdik bura.
Görək əgər bir kitab, kiçik bir kitab tapsaq burada onu lüğət-i şahidi dedikləri budur. Mən bunun adını değiştirim olsun. Dil, hüsn-i dil. Hüsn-i dil. Buna lüğət-i şahidini də qoyum yanıncan ki, şey olmasın. O dostlar da ki, bunu yazıblar, zəhmət çəkiblər, onlara da şey olmasın. Neydi? Lüğət-i şahidi. Lüğət-i şahidi dəyəri bu. Bunu beləsi yazaq. Burada da bunu silək. Tamam. Görək bu Divan-ı Cəlali. Bu nədir? Bunu bir açaq görək ki, bu Divan-ı Cəlalidən mənzur nədir və neçə səhifədir? Bu çox böyük bir kitabdır. 378 səhifəlik bir şeydir. Özü də ehtimalən Fransada saxlanır bu kitabda. 1566-cı ildə ehtimalən yazılıbdır. Yəni, bunu da hesablasaq belə bir şey olar. İndi 2025'ti yox. Bundan çıxsaq 1566-1566'nı çıxsaq 459 il öncə bu kitab yazılmış ola bilər. Yazan kimdir? Görək burada ona görə bir... Əlbəttə bu o birisi kitabda bir yazan da yazmışdı. Görək o kim yazmışdı? Onu bir də baxaq. Lüğət-i şahidi dediği buydu. Bunun əvvəlində Fransızca bir şey yazmışdı. Yazmış ki Tradition par Hasan İbni Seyyid Xoa. Bu yazan kim idi? Hasan. Bunları bir iş görək. Bunu bir kitabı kiçiklədik. Bunun səhifəsini götürək, qoyuq. Çünki bu tamam. Bir dənə buradan kopyalayayım bunu. Aha, bunun əksini salacağım. Tamam, bir dənə də buradan əks salıq. Görək ki, bu nə deyir? Tamam. Tamam, bu iki dənəni verək, görək, oxusun bizə. Görək, ən azından bunları da, o şeyləri, İslamiləri oxumur, heç olmasa bunları oxusun. Tamam, oxucuruq bunlar nə deyir? Umarım ki, Bursa geldi درباره کشورها قبلا پاسخ دادم. اینجا سوال جدید درباره ماه‌های عربی که بود فلان بنده اتراق تصمیم معرفی نسخه از گالیکا بن اس و متنی میگوید مثلا این فایل ترجمه یک رمان تمثیلی allegorical novel است. رمان تمثیلی. Elə özü dedi ki bir nağıldır da. Mütərcim Həsən ibn Seyyid Xua با لقب آهی و بنلی حسن. mütərcim kimdir? Aha. mütərcim موضوع یا گونه نمی‌دونم رمان تمثیلی. رمان تمثیلی mütərcim kim oldu? Həsən ibn Seyyid Xua. Həsən ibn Seyyid Xua با لقب ملقب بین من آهی و بنلی Həsən. Həsənin tarixi vəfatı 923 hicri qəməri. Nəcür ola bilər əgər bu adam mütərcim onda yazıbsa bunu? Bu mində şey olur, min birdə kitab. Dedik də onda şeydir, bu nüsxət, bəli.
Mütərcim tarixi vəfat. Tarixi vəfat mütərcim. Nə mənədir? 923 Hicri qəməridə ölübdür. این ترجمه توسط یحیی بن پرسان در اکتبر 1596 7 نوشته بازنویسی شده است. پس bunu da این ترجمه yazanı nüsxəçi indi qatışdırdı. Bu da bir nüsxədir. Ehtimalən beləsi yazıbdır. Növ əsər romanı təmsili tərcümə və farsi. Farsi deyil, bu şeydir, türkcədir. Mütərcim Həsən ibn Seyidxua, ləqəb Ahəni, Ahi, Bənli Həsən. Vəfat mütərcim bu ildə 923-cü Hicri qəməri. Katib nüsxə Yəhyə ibn Pursan. Nüsxəni yazan da tərcümə eləyən budur. Bunun tərcümə elədiğindən bir nüsxə yazan da kimdir? Nüsxəçi də katib nüsxə Yəhyə ibn Pursan. Yəhya ibn Pursan. Tarixi kitabət 1597. ادامه مشخص کنم این رمان احتمالاً کدام کتاب داستان است. درباره حسن ابن سیدی خواه توضیح بدهم. نسخه را از نظر زبان، سبک و ارزش تاریخی تحلیل بکنم. چون قبلا گفتید نام کتاب دقیق بفرمایید هستید. Əcəb befərməyin, میخوام استفاده میشه کنیم مثل yaxşı. Burada istiyaq görək ki, ikinci nədir? İkini bizə desin ki, görək iki nədir? بسیار سراغ گزینید و توضیح دارد درباره حسن ابن سیدخوا. kimdir? لقب حسن بن سیدی خوا بلخی. در برخی منابع خواجه حسن آهی بلخی لقب. آهی احتمالا منسوب به طریقت فتوت و جوانمردی آیین آخیها در آناتولی و خراسان. بنلی حسن یا بنلی حسن در ترکیه عثمانی بنلی به معنای خالدار، دارای خال چهره بوده و بیشتر صفت ظاهری است تا نه نام مکان. زادگاه بلخ، خراسان buzurg امروز افغانستان. Da bu da indi Xorasan buzurcudan danışır. Vəfat 923 Hicri qəməri. جایگاه تاریخی و فرهنگی. او از دانشمندان، ادیبان و اهل فتوت خراسانی بود. در دوره‌ای میزیست که خراسان در حال گذار از تیموریان به قدرتگیری صفویان بود و آناتولی و روم شرقی نیز تحت سلطه عثمانی قرار گرفته بود. به دلیل شهرت لقب آهی احتمال بسیار داره که با فرهنگ آخیگری، اخگری همان، اخیزم، اخوت، فتوت مرتبط باشد. جنبش اخلاقی صنفی که ریشه در خراسان داشت و در اتومبیل عثمانی بسیار نفوذ پیدا کرد. بر پایه جوانمردی، برادری، کمک به فقرا و اخلاق حرفه‌ای بود. او بیشتر مترجم و ناقل متون ادبی اخلاقی شناخته می‌شود، نه یک پادشاه یا فرمانده. او با عثمانیان یا شبهگان ارتباط داشت، نه به عنوان محل زندگی مستقیم، اما آثار و نام علمای بلخی و اهل فتوت خراسان در قلمرو عثمانی بسیار نقل می‌شد. چرا نامور نسخه گالیفه آمده؟ مترجم اصلی یک رمان تمثیلی به فارسی است و این نسخه را بعدها در سال 1597 میلادی کاتبی به نام یحیی بن پرسان بازنویسی کرده. بنابراین ما با یک سلسله انتقال علمی ادبی روبرو هستیم. Tamam. Bunu da biraz örgəşdik ki, bu qəziyyə nədir? Bu adamın biraz vəziyyətinə görə də anladıq. Acaba görüm saatı nə qədər keçdi? Tamam. 1 saat yarım oldu, qalsın. O şeir kitabındakı aşmışıq 300 neçə səfər. O da qalsın bir ayrı gün. Bunu oxuyarıq. Allaha min mərtəbə şükür olsun ki, bu günləri bir kitabla tanış olduq. Türk kitab. 568 il bundan öncə ən azı yazılıbdır. Və 400 il bundan öncə, 441 il bundan öncə, öyle mi?
441 il bundan öncə bunun nüsxəsi yazılıbdı, taza bir nüsxəsi yazılıbdı və əsli yazarın adı İbrahim ibn Hərnədir. O təəssüflə bilinmir, burada şey olubdu. Amma mütərcimin adı və nüsxəçinin adı bəlli oldu. Məsələ budur ki, burada neçə dənə nüsxəçi var. İndi bir dənə nüsxəçi qabaqda mən özüm tapdım. Muhammed ibn Hüseyn adında. Sonra bu şey gəldi, bir dənə tapdı. Həsən ibn Seydxa, tarixi vəfat. O da dedi mütərcimdir. Bu mütərcimdir. Bir ayrı nüsxəçi də ki vardı, bunu yazıbdı. O da Yəhyə ibn Pursan adında bir adam. Hər halda bir kitabla tanış olduq. Təmsili kitabdır, yəni romandır. Yəni qədim, mənim yadıma gəlir, çox cavan idim, bəlkə 13 yaşımdan ta 14-15 yaşımdan ta məsələn 24-25 yaşımacan o kitabları oxuyardım. Məzhəbi temindədirlər. Dinçi, əxlaqi məsələləri orada o kitablarda yazırdılar. Hamısı da mənim dədəmdə var idi, Allah rəhmət eləsin. Dədəmin kitabları idi. Əxlaq, irfan məsələsi üstündə işləyirdi o kitablar. Nağılların heç birisi doğru nağıl ola bilməzdi. Amma o nağılların içində insanlara deyirdi ki, nəcür olmaq yaxşıdır. Hər halda gecəz xeyrə qalsın, gününüz xeyir açılsın inşallah. Allah bir ömür verirsə, qismət elərsə bir ayrı gün, bir ayrı kitabla yenə də